Milyonçu dostum deyir ki, Orxan, sən başı dolu, cibi boş professor olmaq istəməzsən. Deyir ki, dövlətliyə imkanlı adama, dövlətliyə yas da gələ oynayar. Biz kasıba toy gələ, axsar gələ. İnsanlar düşünür ki, təhsil sonunda hədiyyə olan bir prosesdir. Proses düz getmək lazımdır. Axırı mükafat gəlir, ləzzətdir. Bir yarış kimi də məktəbi qurtarır, universiteti qurtarır. O bilmir mükafat dövlətdən gələcək, ailədən gələcək, dayıdan, əmidən. Proses deyir yəqin boş yer olmaz da bu belə şey. Sevdiyin işlə məşğul ol, ən fırılda ifadələrdən biridir də. Ondan sonra Amerikan Rus oturur, Rus başlayır Lermontovdan, çıxır Mendeleyevdən, səfirlər əsərindən, baxsan kəllədir. Amerikan heç nə bilmir. Amerikan sonra götürür bir stəkanı, çıxır küçəyə, satır, aya qazanır 100 min. Çünki onun fikrincə satış öyrəniləsi bir sahədir. Mən deyək ki, o müəllimləri minnətdaram. Yaxşı ki, siz dərsə gəlmədiniz də. Gəlsəniz mən yoxsa başım qarışacaq. Gedib arası imtahan verəcəm dövlət qurumuna. İnsanlar düşünür ki, onunla Uğur arasındakı əsas fərq IQ-dur. Yəni zəkası çatmır bunun. Ya dayı çatmır, ətrafı çatmır, nə isə çatmır da. O nəsə düşünür. Hər gün stabil, effektiv iş bitirməyə qabiliyyətin olsa, sən istənilən arzuya çata bilərsən. Əgər sənin beynində vizyon varsa, gələcəyə baxış. Beynin o digər bəzi nöqtələri var ki, onları inkişaf edə bilir. Onlar hərəkətə keçə bilir. Universitet qurtarandan sonra sürünən təbəqə yetişir. Küt sürünən təbəqə, CV təbəqəsi, qul təbəqə. Onlar qul bazarlığında CV verməyə doğru gedir. Hərə öz ixtisasıdır. Bizim təhsil sisteminin ən böyük problemi, Azərbaycanın ən böyük problemi biz istedadlar axtarırıq. O bədbəxtçilikdir, inanırsan. Bizim əhalimiz onsuz azdır. Təbii seçmə qanunundan bizə neçə istedad düşməyəcək. Azərbaycan məktəbi insanı ağıllı eləmir. Məktəb vaxtı oxuduqlarınızın heç biri onsuz yadda qalmır. Əslində boş yerə oxuyursunuz. 7 ilə dünyanın ən güclü təhsili biz olmalıyıq. Necə ki mən çempion olmuşam 3 ilə, 7 ilə. Dünyanın ən güclü təhsil sistemi biz olmalıyıq. Bunun yolu da var, bunun elmi də var.